Salam hər kəsə. Deməli bu mənim ilk videomdur. Düşünürəm çox möhtəşəm alınmayıb və bu mənim həm də ilk YouTube-da özümü rekord edərək çəkdiyim ilk videodur. Mən adətən hələ heç bir yerdə özümü videoya çəkib də paylaşmamışam. Ona görə bu biraz mənim şəxsiyyət tipimlə də əlaqədar olaraq mənə yad bir şeylərdir. Yəni özümü komfortlu hiss eləmirəm. Mən daha çox yazmağı sevirəm. Deməli, bu kanal adı Web of Mind, Azərbaycan dilinə tərcümədə beyin şəbəkəsi. Mən bunu belə adlandırmışam, çünki bu kanalın əsas məqsədi sizə heyvan davranışı, onun müxtəlif aspektləri haqqında danışmaqdır və mən səmin edirəm ki, çox maraqlı olacaq. Deməli, bu informasiyaları siz heç bir yerdə adətən oxumursunuz, nə məktəb dərsliklərində, nə universitet dərsliklərində. Yəni bu ixtisas ümumiyyətlə bizdə tədris olunmur. Yəni biologiya bölməsinə tədris olunmur. İxtisasın adı davranış biologiyasıdır və o davranış biologiyasının içərisinə həm insan davranışı, həm heyvan davranışı aiddir. Biz heyvan davranışı ilə davranış haqqında danışacağıq. Mən hər dəfə müəyyən bir mövzular seçəcəm. Məsələn, tutaq ki, heyvanların seksual davranışı və biz niyə onu öyrənirik, heyvanlarda empatiya hissi, heyvanlarda homoseksualizm, heyvanların idraki, ağlı, 1000 dənə hər dəfə fərqli bir mövzularda danışacağam və müxtəlif heyvanların nümunəsində müəyyən eksperimental tədqiqatları toplayaraq onlardan bir belə deyək, bir summary hazırlayıb təqdim eləmək istəyirəm. Mən fikirləşirəm ki, bu çox faydalıdır, həm informasiya baxımından, həm də ki, yəni dünyada insanlar hansı işlərlə məşğul olursa, məncə bunu bilmək lazımdır. Çünki Azərbaycan çox stereotipik bir cəmiyyətdir. Yəni demək istəyirəm ki, professiyalara gəldikdə bizdə insanlar spesifik professiyaları seçirlər. Məsələn, mütləq biologiya ixtisasını seçən, həyat elmləri və biologiyaya daha çox əsas fənn olaraq seçən insanlar bəllidir ki, mütləq ki, həkim olmaq niyyət ilə seçirlər. Problem orasındadır ki, o insanlar özləri onu şuurlu olaraq seçmirlər. Bu çox psixoloji baskıya məruz qalırlar. Yəni manipulyativ vəziyyətdə, mən demirəm o baskıdan əziyyət çəkirlər, yox, sadəcə bu çox pasiv şəkildə manipulyasiya nəticəsi olur. Yəni insanlar yaxud da gənclər, yəni demək istəyirəm, ixtisas seçəndə özləri düşünüb seçmirlər adətən. Onları kimsə nəyisə görə, məsələn, nə bilim, qulaqlarına prestijli gəldiyinə görə və yaxud da reallığa baxırlar. Məsələn, bu ixtisasda insanlar adətən ölkədə iş tapa bilmirlər, pul əldə edə bilmirlər, bu insanlar lazımsız olurlar. Ona görə müəyyən bir 5-6 dənə ixtisas var ki, yalnız bütün insanlar ora cəmlənir. Ona görə bizdə həddən çox disproporsiya yaranır sahələrdə, professiyalara gəldikdə. Məsələn, bizdə hədsiz çox həkim var, hədsiz çox müəllim var və bunların yarıdan çoxu da öz istədikləri üçün həkim və ya müəllim və ya müəllimə olmayıblar. Bizdə məsələn elm adamları yox dərəcəsindədir. Ümumiyyətlə heç o prestijli sayılmır. Çünki bu sahə o qədər kasıb sahədir ki, yəni kasıb demək istəyirəm ki, bu həm zehində kasıb bir belə deyək, professiyadır. Bu insanlara təbliğ edilmir. Yəni insanlar elə düşünürlər ki, elm adamı olmaq, ümumiyyətlə tədqiqat aparmaq bu yəni bizim ölkə üçün olmadığı üçün və yaxud da onun ümumiyyətlə gələcəyini heç ağıllarından belə süzüb keçirmirlər. Ona görə o sahəyə sahiblənməyi belə heç ağıllarından keçirmirlər. Və həm də başqalarının nümunələrində məsələn görürlər ki,
elm sahəsini seçən insanlar maksimum nə edir? Elmlər Akademiyasında otururlar və çox mənasız işlərlə məşğul olurlar. Özləri də öz işlərindən bezən adamlardır orada və sadəcə vaxtın gəlib getdiyini səbirsizliklə gözləyirlər ki, vaxt tamam olsun və onlar da evlərinə getsinlər. Yəni bizdə aşağı-yuxarı əslində bütün elm sahələri bu vəziyyətdədir. Yəni mən məsələn öz yaxın qohumumdan da və yaxud da digər ətrafında olan şəxslərdən də bilirəm ki, insanları ki, necə uşaqlıqdan və ya ixtisas seçimi vaxtı gələndə o qədər ki, manipulyasiya edirlər, onları yəni öz istədikləri işə yönləndirirlər valideynlər və ya nə bilim birinci dərəcəli qohumlar, ikinci dərəcəli qohumlar. Və ona görə də məsələn həmin o tələbələr, şagirdlər sonra universitetə daxil olanda, yəni güclə bəla ilə bir daxil olurlar, yəni o özündən başqa hamının istədiyi sahəyə. Sonra oxuduqca və o oxuduğu şeydən həzz almır, çünki bu onun istədiyi şey deyil ona görə. Yəni əlbəttə ki, insanların arasında biologiya sahəsini seçən, ümumiyyətlə təbiət elmləri sahəsini seçən insanlar arasında şübhəsiz təbii olaraq, yəni özü istəyərək həkim olmaq istəyən, özü istəyərək kimyaçı olmaq istəyən və ya bioloq, yəni və yaxud da müəllimi olmaq istəyən insanlar var və mən arzu edirəm ki, qoy belə olsun. Yəni insanlar öz istədikləri üçün bunu eləsin. Məsələn, bir insan həqiqətən insanları həddindən artıq çox sevdiyi üçün, onlara olan insanı xilas etmək üçün onun içərisində o qədər böyük bir necə deyim, moral dəyərlər olsun ki, o yəni özünü həkim sahəsində başqa heç yerdə görə bilməsin. Yəni o fikirləşsin ki, o özünü yalnız həkim kimi görə bilər. Yəni çünki bu insanlara kömək eləməkdir. Bunun təbiəti bunu tələb edir. Yəni həmin insanların həkim olması daha məqsəd uyğundur. Nəinki məsələn sıradan tutma hamı kim nə bilim səhv eləyib 4-cü qrupu seçirsə, ixtisası həyat elmləri olursa, onların hamısını yəni topdan satış şəkildə həkim eləmək yaxşı deyil. Yəni sonrakı fəsadlarını da görürük, çünki amoral həkimlər ətrafımızda dolanırlar. Bunlar hamısı əslində travmatik adamlardır. Hansılar ki, sevmədikləri üçün bu işlə məşğul olurlar. Yalnız pul qazanmaq istədikləri üçün və yaxud da buna beyninə yeridiblər ki, sən həkim olmasan mənasız, başqa bütün sahələr mənasızdır. Amma belə deyil. Deməli, mən özümü təqdim eləyəcəm, amma bu birinci deməli YouTube çəkilişi olduğuna görə və mən özümü çox həyəcanlı və özümü çox narahat hiss elədiyimə görə bu dəfə yəni çəkilişdə mən əslində kanalın məqsədi olan bir şeyi bugün təqdim eləməyəcəm. Yəni məqsəd hər dəfə sizə maraqlı davranış nümunələrindən, dünyanın müxtəlif laboratoriyalarında aparılan tədqiqat işlərindən və s. danışmaqdır. Amma bugün bunu eləməyəcəm. Bu sadəcə bir giriş videosu olsun və biz məsələn bir insan necə elmlə məşğul ola bilər və ya deməli mən özüm bu işə necə gəlmişəm və s. bu haqqda bir qədər danışacağam və mənim həm də başqa bir niyyətim də olan ibarətdir ki, məsələn bu video, yəni bu kanal sonra fərqli insanlar tərəfindən izlənilməyə başlasa və həmin insanlardan mən müsbət siqnallar alsam və görsəm ki, bu insanların marağına səbəb olur. Bəlkə də bu milyonlar çox olur. Yüzlərlə insanın məsələn içində bastırdığı arzunu, məsələn elə insanlar var ki, onların heyvanlara hədsiz çox marağı var, amma bunu beyninə salıblar ki, yəni heyvanlarla məşğul olub sən hara qədər gedəcəksən, sənə kim pul verəcək, sən özü necə təmin edəcəksən. Yəni hətta heyvan həkimlərinə belə çox bir mənasız peşə kimi baxırlar. Hərçənd o çox hörmət olunası və şəxsən mənim qiftə elədiyim insanlardır və professiyalardan biridir. Yəni mənə görə çox mötəbər şəxslərdir onlar. Deməli, bu şeylərdən danışacağıq. Həmçinin mən elə düşünürəm ki, mənim bir neçə
tədqiqat təcrübəm olduğuna görə, bir neçə universitetlərdə tədqiqat təcrübəm olduğuna görə hesab edirəm ki, mən lazımlı şəxs ola bilərəm sizə. O yönümdə ki, məsələn, kiminsə ağlında deməli tədqiqat etmək niyyəti varsa, özünü tədqiqatda görürsə gələcəkdə və s. və bu tərəfə istiqamətlənmək istəyirsə və yaxud da kimsə magistraturanı qurtarmaq üzrədir və doktorantura planlayırsa, bunu xaricdə planlayırsa, müəyyən bəzi məsələn proyektlərin yazılması, təqaüd proqramlarına müraciət, nə bilim, onların qaydalarına uzlaşmaq, ümumiyyətlə bütün bu belə deyək prosedurlar haqqında da müəyyən ümumi informasiyalar verə bilərəm və sonra əgər bu kanal müəyyən miqdar insan yığarsa və həmin şəxslər də məsələn o həmin şəxslərin arasında da kimlərinsə də xaricdə təhsillə bağlı deməli təcrübəsi varsa, xüsusən də təbiət elmlərinin, yəni mən iqtisadçı birinə bilmirəm nə dərəcədə kömək ola bilərəm. Ona görə mən istəmirəm özümü çox bilən göstərim, çünki elə deyil. Yəni hər kəsin limitli bir sahəsi var. Ona görə mən yəni özümü real olaraq qiymətləndirirəm və başa düşürəm ki, mən kömək edə biləcəyim müəyyən sahələr var və mən yalnız o sahələrdə insanlara müəyyən yəni düzgün bir nəsihət və yaxud da bir rekomendasiya verə bilərəm. Belə, deməli, biz bu haqda danışacağıq, sonra nə üçün fundamental elm vacibdir və s. Deməli, qoyun mən nəhayət ki, özümü təqdim edeyim. Mən Nərmin, deməli, soyadım biraz qəribədir, amma mən Azərbaycanlıyam və mən yenicə deyərkən də, yəni bir ay əvvəl doktorantura dərəcəmi aldım və yəni fərqlənmə ilə bitirdim doktoranturanı. Deməli, mən bakalavr və magistratura təhsilini Azərbaycanda almışam və hər ikisi biologiya üzrə idi. Mən ümumiyyətlə universitetə daxil olanda, universitetə daxilində yox. Hətta mən belə deyək, orta məktəbdə oxuyanda, orta siniflərdə, nə bilim, hardasa 6-7 mən artıq bilirdim ki, nə istəyirəm və təsadüfi deyil ki, mən bu arzumu, yəni deyək ki, içimdəki bu potensialı ki, nəyi istəyirəm həqiqətən kəşf etməkdə mənə media kömək olub əslində. O media ki, yəni mən təqribən dediyim kimi 6-7 siniflərdə oxuyanda və mən özdə kənddə doğulmuşam, orada böyümüşəm. Düzdür, başqa yerlərə sonra köçmüşük. O mənim başqa bir travmamdır. Fərqli orta məktəblər dəyişmişəm, amma söhbət ondan getmir. Mən deməli TV-də günüm həftənin müəyyən saatında, müəyyən günündə, müəyyən saatında təbiətə, heyvanlara, bitkilərə, xüsusən də heyvanlara aid sənədli film təqdim olunurdu. Səhv etmirəmsə National Geographic və BBC yayımlayırdı onları və onu Azərbaycan kanalı verirdi və bu çox möhtəşəm idi. Hal-hazırda elə kanal mən bilən yoxdur. Verilmir elə bir şeylər, çox nahaq ki verilmir. Deməli, yəni siz baxın ki, o məsələn mənim nümunəmdə o məni bir tədqiqatçı olaraq yetişdirməkdə kömək eləyib. Yəni bir kəndli qızın haraya qədər gəlməsinə kömək eləyib. Siz başa düşə bilirsinizmi ki, medianın nə boyda dəstəyi var, media nə deməkdir, yəni TV nə boyda əhəmiyyətə malikdir bir insanın seçimini müəyyənləşdirməkdə və yaxud da onun potensialını üzə çıxarmaqda, ona kömək eləməkdə, qərarlarını konkretləşdirməkdə və s. Deməli, siz yəqin ki, David Attenborough haqqında eşitmisiniz. Hal-hazırda o çox yaşlanıb və sənədli, o deməli Britaniyalı naturalist, jurnalistdir. Sənədli heyvanların üzərində sənədli filmləri çəkir və onu nümayiş elətdirir. Möhtəşəm bir insandır. O mənim üçün ideal bir şəxsdir. Çünki o, mən bilirəm ki, əminəm ki, mənim kimi milyonlarla dünyanın müxtəlif nöqtələrində olan, evində TV-si olan, bəlkə də milyonlarla şəxsi motivasiya eləyib. Yəni həmin şəxslərin, məsələn, birsiz belə videolar ümumiyyətlə, yəni
belə filmlər, belə sənədli buraxılışlar, onların TV-də yayımlanması o qədər hədsiz, o qədər əhəmiyyətlidir ki, məsələn, elə insanlar ola bilər ki, bu uşaqlar üçün də əhəmiyyətlidir, həmçinin orta nəsil və yaşlı nəsil üçün. Çünki bəzən müxtəlif ölkələrin, hər bir ölkənin öz cəmiyyət qaydaları, qanunları var, stereotipləri var, mentalitet qaydaları var. Məsələn, bizdə təəssüflər olsun ki, heyvanlara qarşı hədsiz çox bərbad bir baxışımız var. Biz elə bilirik ki, heyvanlar axmaqdır, yəni onlar ümumiyyətlə ikinci sort canlılardır. Sadəcə bu təzad, mən məsələn bir şey anlamıram. Bizim cəmiyyət, düzdür, mən demirəm biz çox dindar cəmiyyətiyik, amma bizim cəmiyyətdə kifayət qədər indi psevdodur ya psevdo deyil, amma özünü yəni inanclı şəxs olaraq təqdim edən hədsiz çox böyük bir porsiya var. Populyasiyamızın yəni böyük bir porsiyası özünü inanclı insan kimi təqdim eləyir və bu o deməkdir ki, bu adam minimum şəkildə yaradıcı bir qüvvəyə inanır və onun baxışı ilə baxsaq, yəni onun prizmasından götürsək, bu adam minimum şəkildə qəbul eləyir ki, yəni təbiəti, dünyanı, bizim kainatı, yer kürəsini, hər şeyi, tərpənən, tərpənməyən hər şeyi, yəni bir yaradan, bir stimula edən bir şey var və deməli o həm də belə çıxır ki, yəni o təkcə insanları yaratmayıb, o həm də bütün, yəni bizim xoşumuza gələn, gəlməyən, bizim estetik zövqümüzə cavab verməyən, yəni bizə görə gözəllik zövqümüzə uyğun olan, olmayan bütün canlı sistemi də yaradıb, yəni. Belə düşünən bir beyin həmçinin çox qərəzli və çox radikal, aqressiv şəkildə bütün digər məsələn canlı sistemi ayaq altına alır adətən və insan faktorunu, insan növünü ən təpədə yerləşdirir və elə bilir ki, yəni insan alidir və qalan hər şey, ətrafında olan hər bir canlı, bunlar sadəcə insana xidmət eləmək üçün əlavə olaraq resurs kimi yaradılıbdır. Amma bu belə deyil, yəni əzizlərim, çünki mən qətiyyətlə din adamı deyiləm, yəni və mən bu şeylərdə müzakirə etməyi sevmirəm və bu mövzuya da girməyəcəm, yəni mənim çünki mövzum deyil. Mən nə demək istəyirəm? Mən bioloqam və mənim baxış bucağım başqa cürdür. Mən başqa cür dünyanı başqa cür analiz eləməyi öyrənmişəm kitabların sayəsində. Və mənə görə düzgün olanı budur. Heyvanlar və digər ətrafımızda olan canlılar, bitkisi, bakteriyası, göbələyi, yəni xoşumuza gələn, gəlməyən, hətta parazitlər və bunların hamısı təbiətin bir sistemidir və biz o sistemi sadəcə bir hissəsiyik. Yəni biz başında deyilik, bir hissəsiyik. Yəni biz bir sikl qurmuşuqsa, bir energetik sikl, metabolik sikldən söhbət gedirsə təbiətdə, hansı ki bu təbiəti stabil olaraq ayaqda saxlayır. Deməli, insan orada başda deyil. İnsan orada sadəcə, nə bilim, ortalardadır, qıraqdadır. Yəni bizim o insanı başda təsvir etdiyimiz məqam bu bioloji sistem deyil. Yəni bioloqlar bu sistemlə çalışmırlar. Bu yəqin ki, bilmirəm, insana sitayiş edən, insanı ilahiləşdirən və yaxud da nə bilim hər şey insan ətrafında dövr eləyir, o ideologiyada olan insanlar üçündür. Həmin o sistemdə hardakı insan yuxarıdadır. Bu sistem ekosistemdir. Bu ekosistem deyil. Ekosistemdə çünki insan sadəcə təkamül yolunu nəzərə alsaq, sadəcə belə deyək, zəncirdə, canlı sistemində belə olar. Bu baxımdan yəni insanı sonda yerləşdirirlər. Çünki təkamül zənciri baxımından zaman etibarilə o deməli sonda yaranmış varlıqdır. Bu baxımdan yəni o axırda yerləşir, amma bu ekosistemin deməli hansı prinsipdə qurulduğunu əks etdirmir. Deməli, mən başqa nə demək istəyirdim? Mən özümdən danışırdım, sonra getdim, çıxdım hara. Deməli, mən bioloqam və mənim doktorantura mövzum
heyvan şəxsiyyət tiplərinin araşdırılması idi, amma mənim konkret heyvan modelim var idi. Mənim heyvan modelim hörümçəklərdir. Deməli, sosial olmayan hörümçəklər, çünki sosial olan hörümçəklər də var. Mənimki qeyri-sosial hörümçəklər idi. Deməli, şəxsiyyət tipi, heyvanların şəxsiyyət tipi, biz bu haqda yəni başqa bir buraxılış eləyəcəyik, çünki bu böyük bir mövzudur. Həm də əslində biologiyanın, müasir davranış biologiyasının deməli ən gənc qollarından biridir və ona görə də hələ çox deməli açılmamış hissələri var bu sahənin. Mənim məqsədim heyvan deməli şəxsiyyət tiplərinin hörümçək modeli üzərində araşdırılması idi. Bunu dünyada olan məsələn heyvan davranış bioloqları və konkret bu sualla maraqlanırlarsa, heyvan şəxsiyyət tipləri ilə maraqlanırlarsa, onlar onu başqa heyvan modellərində də test edirlər. Çünki dünyada mövcud olan hər bir canlının təsəvvür edin ki, həşərat sürfəsindən tutmuş ta primata kimi, yəni meymunlara qədər, əlbəttə insanları da ora daxil eləyirəm mən. Çünki biz bəllidir ki, bizdə şəxsiyyət tipləri var, ona görə mən sırf yəni konteksti dəqiqləşdirmək üçün deyirəm ki, çünki bizdə heyvan şəxsiyyət tipləri deyəndə insanlar əminəm ki, bu fenomen haqqında eşitməyiblər. Onlar ümumiyyətlə heyvanlarda idrak, ağıl, intelligensiya, düşünmək və yaxud da qərar vermək, öyrənmək, assosiativ öyrənmək, planlamaq, yəni də bir növ bizim insan psixologiyasında rast gəlinə biləcək, insan davranışında rast gəlinə biləcək bütün fenomenləri, yəni terminləri, adları, bunların hamısını heyvanlarda da rast gəlinir və bunlar tədqiq olunur, kompleks şəkildə tədqiq olunur və bunu tədqiq edən elm sahələri müxtəlifdir, amma məsələn müqayisəli şəkildə təqdim olunursa, bu müqayisəli psixologiya və yaxud da müqayisəli idrak biologiyası adlanır. Bunlar adətən deməli insan fenomenini, hansısa davranış fenomenini, elementini və yaxud da heyvan beynində test edirlər və onu müqayisəli şəkildə öyrənirlər. Bu məsələn hər hansısa bir psixoloji, bir hipotez ola bilər və yaxud da nəzəriyyə ola bilər. Bu fizikin bir nəzəriyyə ola bilər. Yəni istənilən bir nəzəriyyəni, hansı ki bu nəzəriyyə həmin o deməli hipotez insan üçün doğrudur və yaxud da biz belə hesab edirdik ki, bu insan üçün doğrudur. Bunlar heyvan beyin üzərində test olunur və bu bir elmin möhtəşəmliyindən xəbər verir. Siz heyvanlar haqqında nə qədər bildikcə, onlarda hansı davranış aspektləri var, bunu bildikcə biz əslində özümüzü daha çox tanımış oluruq. Çünki biz öz davranışlarımızı analiz edə bilirik və bizim davranışlarımızın köklərinin hardan gəldiyini, harda axtarmaq lazımdır. Çünki bəzən elə olur ki, eksperimental, etik deməli problemlərə görə elmdə bir çox deməli limitlər var, eksperimental limitlər. Məsələn, elə suallar var ki, və yaxud da elə eksperimental tədqiqatlar var ki, həmin o tədqiqatı birbaşa olaraq insanların üzərində qoymaq olmur. Bu, yəni etik çərçivəyə sığmadığına görə buna icazə verilmir. Hətta bu bir çox digər heyvanlarda da limitlənibdir. Məsələn, deməli meymunların hamısında hamısı bura daxildir. Yəni heç bir meymun növündə heyvanı incidəcək, ona ağrı yaradacaq, deməli və yaxud da hər hansı bir mental bir problem yaradacaq heç bir tədqiqata yol verilmir, icazə yoxdur. Bundan əlavə digər başqa məməli heyvanlar da bura daxildir, quşlar da daxildir hətta. Yəni bir sözlə elmdə belə bir tendensiya var. Əgər hansısa heyvanı hələ ki eksperimental yolla məsələn təsdiq edilib ki, bu canlılar filan canlılar məsələn ağrını ən azı insan qədər, niyə mən insanı istinad edə bilirəm? Çünki biz özümüzün
ağrı hissini daha çox dərk edirik. Yəni biz bilirik ağrımaq nə deməkdir, ağrı nə deməkdir və biz həmin o deməli qavrayışı özümüzdə anladığımız üçün biz əgər hansısa bir heyvanda da bunu təsdiqləyiriksə ki, aha, deməli bunun da ağrı perceptionu, yəni ağrını qavraması və onu proses etməyi insandakı kimidir. Biz bunu təsdiqləyiriksə, deməli biz həmin o canlının üzərində test etməyi dayandırırıq. Yəni necə test etməyi? Belə deyək, radikal eksperimentləri hansı ki o heyvanın həyat tərzinə təsir edə bilər, sonrakı davranışına təsir edə bilər, hansı patoloji problemlər yarada bilər. Çünki o heyvan üzərində nəsə araşdırılır, sonra axı o ya təbiətə buraxılır, yaxud da məsəl üçün o zooparkdan götürülmüş bir heyvandırsa, zooparka qaytarılır və bu hədsiz çox ciddi deməli problemlər yarada bilir və xüsusən də əgər sosial heyvan növüdürsə, çünki biz sosial bir heyvan növünün məsələn həmin o qrup üzvlərindən birini götürüb onu üzərində müəyyən bir tədqiqat aparırıq. Sonra elə tədqiqatımızın sonrakı nəticəsində məsələn heyvanda hansısa bir patoloji problem yarana bilər, davranış problemi yarana bilər və yaxud da fizioloji problem yarana bilər və s. Və biz sonra həmin o heyvanı qaytarırıq onun öz sosial qrupuna, təbii, natural sosial qrupuna və bu çox böyük ciddi problemlər yarada bilir həmin o heyvanın öz sosial qrup nümayəndələrinə qarşı da və s. Belə şeylər nəzərə alınaraq çox ciddi elmdə deməli limitlər var. Mən heç unutdum bura gəlib hardan çıxmışdım. Deməli mən yenə qayıdım öz tədqiqatıma. Mən öz tədqiqatım və onun haqqında növbəti videolarda onsuz da geniş danışacağam. Çünki kifayət qədər çox maraqlıdır. Deməli, mən başqa sizə nə demək istirdim? Mənim bu videonu çəkməkdə ən böyük məqsədim və məni belə deyək, bu işi görməyə itələyən elmin populyarlaşması, elmin popularizasiyası problemidir. Azərbaycanda mən düşünürəm ki, buna çox ehtiyac var. Mən bunu bu vaxta kimi yazılar şəklində eləmişəm. Deməli, ya öz sosial şəbəkə profilimdə, mən yalnız Facebook istifadə edirəm. Vaxt tapdıqca orada dünyada ən maraqlı tədqiqatlardan məsələn birini seçirdim və əsasən də heyvanlara və biologiyaya dair. Onu tərcümə eləyirdim Azərbaycan dilinə. Çünki məqsəd Azərbaycan auditoriyası üçündür. İngilis dililər üçün hər yerdə imkan var. Deməli, həmin o məqaləni, həmin o eksperimenti mən Azərbaycan dilinə publikanın başa düşəcəyi şəkildə tərcümə eləyirdim və biraz da bədiləşdirirdim, əyləncəli şəklə salırdım. Çünki oxuyan başa düşürəm ki, tarixçi ola bilər, iqtisadçı ola bilər, nə bilim, fizik ola bilər, yəni hər kim ola bilər, bioloq olmaya bilər və o insanlar da bunu başa düşməlidir. Çünki biz seçdiyimiz ixtisasımızdan asılı olmayaraq biz hamımız bir insanıq və təbiətin bir hissəsiyik. Bu heyvanlar bizi əhatə eləyir və mənə elə gəlir ki, bu hamının ümumi marağındadır ki, təbiət necə işləyir, mexanizmlər necədir, bir canlı niyə bunu eləyir və s. Yəni bunu əhəmiyyətini çatdırmaq və nə qədər maraqlı olduğunu insanlara oxutdurmaq məqsədi ilə, onları oxumağa motivasiya etmək məqsədi ilə tərcümə edərkən belə nüanslara fikir verirdim. Mən bunu yazı şəklində eləmişəm və bir də bir neçə platformalar var Azərbaycanda. Hal-hazırda işlədiyini bilmirəm dəqiq. Məsələn, Yaşıl Elm platforması var idi, Elm Azərbaycan platforması var idi. Onlar vaxtaşırı bu işlərlə məşğul olurdular. Vaxtaşırı yox, yəni bu onların işi idi. Onlar bu işlə məşğul olurdular və çox möhtəşəm bir iş idi. Mən Yaşıl Elmlə məsələn əməkdaşlıq eləmişəm. Bu könüllü bir proqram idi. Heç kəsə pul ödəmirdi bunun üçün. Sadəcə bir qrup insan idik.
hər kəs fərqli-fərqli də sahələrdən olan adamlar idi. Yəni ingilis dili bacarığı olan, ingilis dilini bilən və orijinal məqalələri tapıb, maraqlı məqalələri tapıb onu Azərbaycan dilinə tərcümə eləyib, həmin o platformada biz onu post eləyirdik. Yəqin ki, sizlərdən bəziləri də o platformalar haqqında tanışdı. Mən çox bəyənirəm bu konsepti. Deməli, mən bunu yazı şəklində eləyirdim, çünki mən yazmağı daha çox sevirəm. Danışmağı sevirəm, amma danışmağı kimləsə sevirəm. Yəni, məsələn, intervyu şəklində və yaxud da kimləsə oturub danışmaq, yəni. Amma öz-özümü çəkmək, paylaşmaq, yəni bu şeyi mən ilk dəfə eləyirəm. Ona görə, yəni, yəqin ki, zamanca növbəti videolarda bir qədər daha yaxşı alınacaq, daha çox hazırlıqlı olacağam bu video rekordlarını eləməyə. Deməli belə və məni bu işdə həmçinin də motivasiya edən Səməd Ağayev idi. O deməli podkast kimi adam YouTube kanalının yaradıcısıdır. Yəqin ki, onu tanıyırsınız, çünki onun YouTube kanalı çox izlənən YouTube kanallarından biridir. Mən də onu izləyirəm və mən orada intervyu edilən şəxslərdən biri idim. Yəqin ki, siz aranızda həmin o videoya baxan şəxslər var idi. Yox idisə də baxa bilərdiniz və görə bilərsiniz ki, mən orada necə səlis danışıram. İndiki kimi yəni həyəcanlı danışmıram. Çünki orada Səməd bəy maraqlı suallar verirdi və mən o sualların əsasında diskussiya eləyirdik. Yəni bu daha çox effektlidir. Çünki mən qabağımda bir şəxs var və mən ondan danışırammış kimi özümü hiss eləyirdim. O mənə həmin o intervyu ərəfəsində orada dedi ki, təklif edirəm ki, siz özünüz də YouTube kanalı açasınız və insanlar, o mənə əmin elədi ki, Azərbaycanda insanlar bu mövzulara acdılar. Yəni bu mövzularda çünki heç bir şey çəkilmir və maraqlı olacaq insanlara bu haqqında, belə şeylər haqqında bilmək, belə insanı tanımaq ki, sən demə Azərbaycanda belə insanlar var, düzdür, xaricdə yaşayır və xaricdə təhsil alır, amma fərqi yoxdur. Yəni Azərbaycanlı belə bir şəxslər var, onlar stereotipi qıra biləcək şəxslərdir və onlar tədqiqatla məşğuldur. Və sən demə, həmçinin onlar pulsuzluqdan da əziyyət çəkmirlərmiş. Yəni elmlə məşğul olmaq pulsuz olmaq demək deyil. Yəni o mənə bunu təklif elədi ki, mən belə bir işi görüm. Ona görə mən də nəhayət ki başladım. Ümid edirəm ki, uğurlu olar, insanların marağına səbəb olar. Mən hal-hazırda Çexiyadayam və burada hələ ki doktoranturanı bitirəndən sonra başqa bir proyekt üzərində çalışıram. Növbəti postdoktorantura təhsilini başlayana kimi başqa bir ölkədə. Ona görə də yəni mənim hər dəfə vaxtım olduqca söz verdiyim kimi müəyyən videoları, yəni hər dəfə maraqlı bir mövzu ilə çəkilişlər eləyəcəm. Yəqin ki, o qədər də uzun vaxt aparmayacaq. Həmçinin də ümumiyyətlə bu kanalı daha produktiv eləmək üçün yəqin ki, sizin köməyinizə də ehtiyacım olacaq. Məsələn, siz mənə müəyyən suallar verə bilərsiniz, mənə şəxsən yaza bilərsiniz və yaxud da orada komment olaraq bildirə bilərsiniz. Siz məsələn ağlınızdan keçən ideyaları, nə bilim, bilmirəm, yəni istənilən bir şey, təhsil haqqında, nə bilim, gördüyünüz maraqlı bir heyvan davranışı haqqında və s. yəni və yaxud da siz hansı peşə seçmisiniz, niyə görə seçmisiniz, nə dərəcədə özünüz seçmisiniz, bu şəkildə. Yəni mən istəyirəm ki, bu bir kommunikativ bir şey olsun. Yəni mən passiv danışan və siz passiv dinləyici olmayasınız. Ümid edirəm ki, birlikdə belə bir maraqlı bir şey yarada bilərik ki, insanların da, gənc insanlara motivasiya verək, xüsusən də qadınlara. Mən seksist deyiləm, amma yəni
mən istəyərəm ki, qadınlar, Azərbaycan qızları, yəni təhsillə məşğullaşsınlar, başqa şeylərlə yox, nə bilim TikTokda falan. Belə şeylər, belə kontekstlərin sayı çox olsun. Tədqiqatımızı bölüşək bir-birimizlə və s. Beləcə mən bu günü bitirmək istəyirəm. Dinlədinizsə vaxtınız üçün təşəkkür edirəm və sorğulamağı, özünüzü sorğulamağı, davranışınızı sorğulamağı, təbiəti sorğulamağı dayandırmayın. Çünki bu ən böyük stimul və motivasiya mənbəyidir. Təşəkkür edirəm. Gələn dəfə görüşənədək.